Minnətdarıq, Anar təşəkkür İlhamlı edirik. bizim bugünkü musiqili qonağımızdır. Anar, xoş gəldiniz. Sabahınız Çox xeyir sağ olun, olsun, xoş Rəşad bəy, gəlmişsiniz. Səbinə xanım, sabahınız xeyir olsun və efir qarşısında bizi izləyən bütün dəyərli izləyicilərimizi ürəkdən salamlayıram. Sabahları xeyirli, günləri uğurlu olsun inşallah. Hazırda səsləndirdiyiniz mahnı tam yerinə düşdü. Sanki hər bir Azərbaycanlının qəlbindən keçən hisslərin, arzuların tərcüməsi idi. Yəni, kimin əlinə qələm versən ki, bax, bu həsrəti, bu geri dönüşü, bu zəfəri necə təsvir eləyərsən, sanki hər kəs bunu yazmaq istəyərdi. Necə gözəl yazılıb. Musiqi də öz yerində. Təbrik edirik. Zəfərimizin 5 illik münasibəti ilə bəstələmişdim bu mahnını. Müəllifi sənsən. Musiqi mənimdir, sözlər dəyərli şairimiz, hörmətli millət vəkilimiz Elçin Mirzəbəyli. Mirzəbəylində. Hətta əvvəldə Azad Şükürovun, bizim gözəl sənətkarımızın bir Azad Şükürov, bəli, çox gözəl qiraət edir. Səsi, sədası da. Çox maraqlı kompozisiyadır. Elə biz də qulaq asırıq. Həm səs, həm ifa. Bilirsiniz, bu öz yerində. Təbii ki, mahnıda bu əsas məsələlərdir də. Söz musiqini tamamlasın, musiqi sözü tamamlasın. İndi yeni bir axın da var, aranjman. Bunlar öz yerində. Amma o duyğu var burada. Mahnıda olan enerji ki, onu görə bilmirik. Sadəcə hiss edirik. Çox mükəmməldir. Bəli, Rəşad bəy, bizim yaşımız elə yaşdır ki, biz Xocalı soyqırımını da xatırlayırıq, 20 yanvar faciəsində xatırlayırıq. Elə biz uşaqlıqdan həm qisas hissi ilə böyüdük, həm də torpaqlara qayıtmaq ümidi ilə böyüdük və ən böyük arzum idi ki, İnşallah o torpaqlara bizim həmvətənlərimiz qayıdacaq və mən də inşallah bir marş yazacağam. Bu arzu olub məndə. Yəqin onun enerjisidir, mən hiss edirəm, qeyd eləmişəm. Və artıq 6-cı ildir ki, biz qalib xalq olaraq zəfərimizi qeyd edirik. Təbii ki, Cənab Ali Baş Komandanımızın uğurlu siyasətinin sayəsində, müzəffər rəşadətli ordumuzun şücaəti sayəsində, şəhidlərimizin, qazilərimizin sayəsində və ən əsasda təbii ki, xalqımızın birliyinin, bir yumruq kimi birləşməyinin sayəsində artıq biz qalib xalq olaraq, bütöv Azərbaycan olaraq zəfərimizi qeyd edirik. Biz aprel döyüşlərindən danışırıq və burada qeyd etdiyimiz, xüsusilə vurğuladığımız, yəni dönə-dönə vurğuladığımız məqamlardan biri odur ki, Azərbaycan gəncləri həddindən artıq vətənpərvər ruhda yetişib və elə onları da qələbəyə səsləyən əsas xüsusiyyətlərdən biri məhz bu idi. Gəlin etiraf eləyək ki, onların bu cür yetişməsində, bu cür nəğmələrin, şeirlərin də rolu böyükdür. Yəni təsir gücü danılmazdır. Təbii ki, elə döyüş əsnasının zamanında da vətənpərvərlik nəğmələrinin böyük, yəni döyüş əzmini artırmaq, vətənpərvər ruhu daha da artırmaq önəmi daşıyır. Əvvəllər yazılan mahnılarda biraz qəm var idi. Bəli, niskil var idi, həsrət var idi. Nəğmələr yazılır. İnşallah davamlı olacaq. Bizim yadımdadır o vaxt 1-ci Qarabağ döyüşündə, o 1-ci Qarabağ savaşında elə Azərbaycan televiziyasında çox fərqli konsertlər çəkilirdi, fərqli döyüş repertuarı təqdim olunurdu. Rəhmətli Elxan Əhədzadə çox gözəl mahnılar oxuyurdu. Sonra bizim solistlərimizdən dəyərli xalq artisti Nisə xanım Qasımova yadımdadır, elə televiziyana söhbətində dedi ki, bax burada indiki torpaqlarımız gedir, o illər idi də. Olaydı, 3 nöqtə. Bax, belə bir sözlər istəyərdi ki, xalqın biraz o çox çətin dönəmlər idi. Yəni, keçirdik o həssas məqamları. Biraz xalqın elə bir yarasına, biraz məlhəm kimi olan bir mövzular keçsin. Mənim indi kimi xatirimdədir. Şükürlər olsun ki, artıq belə mahnılar oxuyuruq. Bu əzmdə, bax, sizin o enerjiniz dolu bir ifalar, yəni siz buradasınız deyənə, sizdən misal çəkirəm. İnşallah gözəl-gözəl işlər görək sizdən. Həm lirik mahnılar, həm romantik mahnılar, həm də bax, vətənimizi tərənnüm edən çox gözəl nəğmələr eşitmək istəyirik o sədanızdan, səsinizdən. Bildiyim qədərilə ikinci mahnınız da çox maraqlıdır. Çox gözəl bir mövzuya toxunmuşsunuz. Qazilər Marşı. Bəli, Rəşad bəy. İlk dəfədir burada səslənəcək. Nə gözəl. Bəli, qazilər bizim qürur yerimizdir, qürur mənbəyimizdir. Onların şücaəti, qəhrəmanlığı danılmazdır. Təbii ki, biz nə qədər mahnılar yazsaq da onların borcunu ödəyə bilmərik. Məncə ilk dəfədir toxunulur bu mövzuya. Bəli, ilk dəfədir və qeyd etmək istərdim ki, sözləri
dəyərli şairəmiz, Azərbaycan, İraq, Türkmən Yazıçılar Birliyinin üzvü Adilə xanım nəzərə aiddir. Və təbii ki, mahnı bəstələmək üçün söz çox önəmli idi. Mən axtarışdaydım. Çox doğru. Qazilərimizə bir marş qoşmaq istəyim var idi və Qaziləri salamlayıram adlı bir şeir parçası çıxdı qarşıma. Adilə xanıma aiddir. Və zəng etdim. Belə bir istəyimi bildirdim, o da öz tövsiyələrini verdi və buradan bütün qazilərimizi ürəkdən salamlayırıq. Biz də qoşuluruq sənə. Bəli, o təbii ki, öz ehtiramımızı, öz minnətdarlığımızı yalnız musiqinin dillə bilərik. Fəxr edirik onlarla, bəli. Onların döyüşünü, döyüşdə olan qəhrəmanlığı çalışmışıq biz notlara köçürək və gənc nəslə öz qəhrəmanlarımızı tanıdaq. Bax, bu da vətənə xidmətdir, bəli, hər kəs öz çalışdığı sahədə. Öz sahəmizlə çalışırıq. Necə deyərlər, öz postunda. Biraz əvvəl biz qazimiz Məbudu gördük, döyüş zamanı yaralanır və Qarabağ oxuyur. Məbudu görürəm ara sıra tədbirlərdə. Çox mehriban oğlandır, çox mehriban insandır. Yəni, biraz əvvəl istedadlıdır, bəli, çox şirin ifası da var. Elə onun timsalında bütün qazilərimizi Allah qorusun, Allah gənclərimizə can sağlığı versin, gələcək onlarındır. Siz də çox gözəl bir təşəbbüs eləmişsiniz ki, məhz qazilər adı altında belə bir mən əsər deyərdim. Çünki bunlar elə işlərdir ki... Düşünürəm onların himninə çevriləcək bu marş. Marş mahnıdır. İnşallah ilk dəfə olaraq. Uğurlu olsun deyirik. Minnətdarıq bir daha. Mən də sizə təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun. Və inşallah davamlı olacaq. Belə nəğmələrimiz davamlı olacaq. Anar İlhamlı bizim musiqili qonağımızdır səhər çağında. Anar, təşəkkür edirik və səhnəni sizə veririk. Düşünə qəlpənim, qızıl külkümü, taxan qasiləri salamlayıram. Düşmən üzərinə coşqun sel kimi, axan qasiləri salamlayıram. Düşmən üzərinə coşqun sel kimi, axan qasiləri salamlayıram. Üz-üzə dayanıb mən furyağıyla, keçib imtihandan can sınağıyla, girdi meydandan tək ayağıyla, çıxan qasiləri salamlayıram. Gedib babaların şanlı iziyle, savaşa atılıb bıçaq nizeylə, gözünü bitirib könül gözüyle, baxan qasiləri salamlayıram. Gedib babaların şanlı iziyle, savaşa atılıb bıçaq nizeylə, gözünü bitirib könül gözüyle, baxan qasiləri salamlayıram. Payız gətirsə də ömrünün yazı, cəngi də dil açdı qəlbinin sazı. Qoymadı zəfərə bizi tam arzı, oxan qasiləri salamlayıram. Qoymadı zəfərə bizi tam arzı, oxan qasiləri salamlayıram. Üz-üzə dayanıb mən furyağıyla, keçib imtihandan can sınağıyla, girdi meydandan tək ayağıyla, çıxan qasiləri salamlayıram. Gedib babaların şanlı iziyle, savaşa atılıb bıçaq nizeylə, gözünü bitirib könül gözüyle, bax
baxan qaziləri salamlayıram. Gedib babaların şanlı iziyle savaşa atılır bıçak nizeylə. Gözünü itirir könül gözüyle baxan qaziləri salamlayıram. Gedib babaların şanlı iziyle savaşa atılır bıçak nizeylə.